Qurban Qurbanovdan hakimlərə sərt mesaj. Premyer Liqada nə baş verir? Qarabağın baş məşqçisi Qurban Qurbanov Şamaxı ilə qolsuz heç-heçədən sonra hakimlərə etiraz edib. O bildirib ki, Premyer Liqada oyunlar tez-tez və səbəbsiz yerə dayanır, bu da azarkeşlər üçün futbola marağı azaldır. Qurbanovun bu sözləri əbəs yerə deyil. Boş tribunalar, lüzumsuz fasilələr, var da vaxt itkisi və qərarlardakı qeyri-müəyyənlik bunlar çempionatın keyfiyyətini aşağı salan ciddi faktorlardır. Artıq ictimaiyyət və məşqçilər haqlı olaraq AFFA və Hakimlər Komitəsinin bu məsələyə ciddi müdaxilə etməsini gözləyir. Çünki bu formada nə azarkeş qazanmaq, nə də futbolun inkişafını təmin etmək olar. İzləyicilərə sual. Sizcə, Premyer Liqada hakimlik səviyyəsi nə qədər ədalətlidir? VAR sisteminə etibar edirsinizmi? Fikirlərinizi şərhdə yazın.